Herkese salamlayıram. Bugün yazdığımız integral Nemdovisten 2153-cü integralın həlli üstü olacaq və integralımız bu şəkildədir. Nömrə 2153 integral surətdə sinüs 2x məxrəcdə isə kök altında kosinusun üstündə 4x plus 1 dx bərabərdir. Verilmiş bu integralı həll etmək üçün əvvəlcə kəsrin surətin açılışını yazarıq. Yəni sinüs 2x açılışını yazarıq. Onda olar integral sinüs 2x açılışı bizə verəcək 2 vurulsun sinüs x vurulsun kosinüs x. Məxrəc isə olduğu kimi qalır. Kosinusun üstündə 4x plus 1 dx bərabərdir. Bundan sonra biz kəsrin surətini diferensial şəraiti altına salarıq. Nəyin törəməsi bizə 2 sinüs x vurulsun kosinüs x verər. Biri 2 mənfi kosinüs kvadrat x-in törəməsidir. Gəlin yoxlayaq. Görək hələ mənfi kosinüs kvadrat x-in törəməsi bizə 2 vurulsun sinüs x vurulsun kosinüs x verəcəkdir. Mənfi kosinüs kvadrat x bərabərdir. Törəməsini tapırıq. Bizə verir mənfi 2 vurulsun kosinüs x vurulsun. Bir də kosinüs x-in ayrıca törəməsi o da eləyir mənfi sinüs x. Bu da bərabərdir. Mənfini mənfiyə vuranda müsbət olacaq. Olacaq 2 vurulsun sinüs x vurulsun kosinüs x. Deməli biz 2 sinüs x vurulsun kosinüs x-i diferensial işarəsi altına salanda necə yazmalıyıq? Diferensial işarəsi altında mənfi kosinüs kvadrat x yazmalıyıq. Mənfi integral işarəsi qarşısına çıxacaq, olacaq d kosinüs kvadrat x. Bu da bərabərdir. Bundan sonra biz kosinüs kvadrat x bərabərdir bir t əvəzləməsi aparsaq və apardığımız bu əvəzləməni yazdığımız sonuncu integralda nəzərə alsaq, onda bizim integralımız olacaq dt bölünsün kök altında t kvadrat minus 1. Bu da bərabərdir. Bu bizə hazır düsturu xatırladır. Nəyin törəməsi bizə 1 bölünsün kök altında t kvadrat plus 1 verir. Deyir ki, ln modulda t plus kök altında t kvadrat plus 1 plus s'nin törəməsi. Yəni ln modulda t plus kök altında t kvadrat plus 1 plus s'nin törəməsini tapanda bizə nəyi verəcək? 1 bölünsün kök altında t kvadrat plus 1'i verəcək. Bu da bərabərdir. Mənfi apardığımız bu əvəzləməni sonunda cavabda nəzərə alsaq, onda bizim integralımızın cavabı olacaq mənfi ln t'nin yerinə kosinüs kvadrat x yazırıq plus kök altında t kvadratın yerinə yazırıq. T kvadratın da yerinə kosinüsün üstündə 4x plus 1 yazırıq. Plus s'yə.